Salam, mən Əsma. Kanalıma xoş gəlmisiniz. Bu mənim ilk videomdur və bu videomda sizlərlə birlikdə qolbaq düzəldəcəyik. Mən əvvəlcə sizə özümü tanıdım. Mənim adım Əsmadır. 11 yaşım var, 12 yaşın içindəyəm. 24 fevral 2014-cü ildə doğulmuşam. Bu gün isə çox gözəl sadə qolbaq düzəltməyi göstərəcəm. Amma bu kanalda əvvəlcə nələr edəcəyimi sizə deyim. Bu kanalda vloqlar çəkəcəm. Ondan sonra sizə belə əl işləri, qolbaqlar, qolbaq, sep, üzük kimi bəzi gözəl şeylər eləyəcəm və eyni zamanda sürpriz paketlər falan düzəldəcəm. Belə videoları sizə atacağam. İndi sizlərlə birlikdə qolbağımızı düzəltməyə başlayaq. Amma nələr lazımdır onu deyək. Bizə birinci qayçı lazımdır. Ondan sonra mən ipi işlədirəm. Mən bu ipi işlədəndə normalda 0.7 almıram, 0.1 alıram da. Yəni 0.1 yox, 0.7 alıram. 0.7 daha incədir, 0.1-lər daha qalındır. Bəzi muncuqlar keçmir. Bunlar lazımdır və ən əsas şey muncuqlar. Mənim gördüyünüz kimi muncuğa dəhşət marağım var. Mənim ilk videomda bu uğurlu olan bu muncuq seti, bu muncuq setini mənə ibtidai deyirəm, çaşdım, həzəndən danışa bilməm deməli. Bunu mənim sinif rəhbərim alıb bunu və bu mənə ilk videomda çox uğur gətirəcəyini düşünürəm və buradan da o müəllimə salam deyirəm. Tərnə müəlliməm, sizə salam deyirəm. Və sizi çoxlu öpürəm. Bəli, bunu əsas bundan da işlədəcəm. Mənim ilk setim bu olub. Belə olub. Bu olub və bu setdə bunlar biraz qarışmış ola bilər, çünki çoxdur. Bunları bunu və bunu, bir də bunları paketlərdə, balaca paketlərdə almışam. Bunları isə setdə almışam. Yəni mənim ilk şeylərim bunları olub. Bunlarla işləmişəm da. Bağlayırıq. Ondan sonra ikinci olan budur. Bunu açaq. Bunu çox işlədirdim. Və hətta bu bir ara dağılmışdı və mən buna çox üzülmüşdüm. Yəni dəhşət üzücü idi. Bunu dəhşət sevirəm. Bundan işlədərik. Ondan sonra bu gəlir. Bunu açaq. Oy. Bu da ikinci böyük setimdir. Sizə bir qəribə bir şey göstərəcəm. Burada ərəb hərfləri var. Bu ərəb hərfləri çox qəşəngdir. Çox maraqlı hərflərdir. Və burada qızıl hərflər var. Sonra belə ürəklər də var. Sonra belələr də var, belə şeylər. Bunlar isə bu adi muncuqlar deyil da. Bunlar fərqlidir, muncuq deyil bunlar. Bunlar şeydilər. Belə sonra bu gəlir. Bunlar yumuşaqdır, amma bunlar bərkdir. Sadəcə mənim bir dənə yumuşağım var. Ondan sonra bu gəlir. Bunu biraz açım. Buradakı bir də ki bu. Buradakı setdəndir. Buradakı bunlar var, bunlar. Paket olanlar da bunlar paketdilər. Qutu şəklində. Ondandır bu. Belə bu yekə muncuqları hətta mən çox sevirəm. Dəhşət gözəl işlədirəm bunları. Belə.
Sonra belə kristal kimi içi şüşə elə bir ki sınıb belə soyuq havası verir. Ondan sonra beləsi var və belə kölgəli belə şeylər, muncuqlar və ağ sadə, ən gözəli ağ sadə muncuqdur. Bunu qoyuruq və ən sevdiyim olan bu. Bu alma şəklində çox şirindir. Bu dovşan şəklində idi. Bu da ki alma şəklindədir. Çox şirindir də. Çox sevirəm. Və burada nələr var? Elə bir ki bunda daha yaxın göstərək. Bunda belə love yazılan rəngli şeylər var. Aha, burada da belə love yazılan belə şirin şeylər var. Burada da var və biz də indi çox gecikdirmədən videomuza başlayaq. Deməli, biz əvvəlcə ölçünü alırıq ki, yəni qolumuza düzəməli taxaq da sonra səhv olmasın. Birinci mən bunu açım. Burada biraz ip bağlanıb. Qolumun ölçüsündən mən biraz çox götürürəm. Çünki orada bağlayanda əlimdən sürüşür, düşür da o. Yəni bağlaya bilmirik. Bu qədər, bir dəqiqə. Belə aha, belə bu qədər. İndi bunu kəsib gəlirəm. Aha, belə kəsdik. İndi bizdə necə bir ip deyirəm, necə bir qolbaq düzəldəcəyimizi düşünək. Hep ki buradan əvvəlcə başlıq olaraq mən bir dənə belə bir şey götürmək istəyirəm. Konseptimiz bugün mor, mavi kimi bir şeylər olsun. Belə əvvəlcə bu. İlk müəlliməmin aldığı setdən bunu götürdüm. Çox gözəl setdir. Həqiqətən çox sevirəm. Ondan sonra bunun yanına ait buradan bir dənə 6 çarm götürəcəm. Yox, çarm deyil, əstəğfurullah. Balaca muncuq. Qırağına düzürəm ki, bu yəni orada yaxşı görsənir də. Hamısında mənim bütün düzəltdiklərimdə ya qızıl ya da ağ olur. Biraz qabağa gətirək. Aha, bunları hər düzəltdiyimdə bu ya ağ qoyuram bura, ya da ki belə qızıl, hələ ki belə olur. Və mən burada buradakı o dediklərim isə mənim bibim qızının və bibimin aldıqları hədiyyələrdir və onların da hədiyyələrindən işlədirəm və bu qızıl da, qızıl rəngli də onlardır. Onlara da buradan salam verirəm və onlar çox-çoxlu öpürəm. Və buna aid mor çox yaraşar və mən də mor eləyib gəlirəm.
budur. Gözəl qolbağımız hazır oldu. Ümid edirəm sizə də xoş gəldi. Videonu bəyəndinizsə like atıb abunə olmağı unutmayın. Sağ olun.